Siz gecələmə videosu istəyirsiniz də Ülker çəkməzmi? Bugünkü dərs oxuma planımızı sizlə bölüşürəm. Kompüterimiz arkadaşlar. Bugün dərs oxuma planım, sərbəst işimi qurtarmalıyam. Yarabbim, sərbəst işlər bitmir. Ondan sonra ingilis dili oxumalıyam. Bu qədər, başqa bir işim yoxdur. Çünki məqaləmi bitirdim. Bir də alqış dinləmək xahiş çox çətinliklə çəkdim o məqalə yazanda. Həmişə demişəm, həmişə də deməyə davam edəcəm. Verimli dərs oxumaq istəyirsinizsə də, iş görmək istəyirsinizsə eləməli olduğunuz şey plan qurmaqdır. İndi də nə edəcəm, onun planlamasını edirəm. 45 dəqiqədir sərbəst işlə uğraşıram. Allah haqqında. 3-cü dəfədir bu sərbəst işi düzəldirəm. Yenidən. Çünki müəllim bəyənmir. Müəllimim biraz seçici bir insandır. Ay, nəysə. Ümid edirəm sabah son gündür. Bundan sonra şey yoxdur. Ülkər deyim, 750 yoxdur. Qiymət olacaq. Sərbəst işi həll etdik sayılar. 50-50 cent. O neydi o? Birdən beynimə gəldi. Shadowing eləmək üçün istifadə edirəm. Kanalın adı budur. Belə pre-intermediate faylların hissələrini bir-bir shadowing edirəm. Bir də bu adamın videolarını izləyirəm. Kitab olaraq da bu kitabı istifadə edirəm. Bir də bayaq videosunu gördüyünüz English fayllara baxın. O kitabı istifadə edirəm. Bilmirəm niyə ən nifrət etdiyim mövzu hava mövzusudur. Yəni çox lazımsız bir mövzudur. Mən Azərbaycan dilində də hava haqqında danışmıram. Necə oxuduğumu sizə göstərmək üçün açdım kameranı. Demək uşaqlar, 75-ci şey deyəm normaldır və oradakılar ifadələr idi. Məsələn, by the way, in general kimi neyinirəm. ChatGPT götürürəm, yazıram, deyirəm ki, mənə buna uyğun 5 dənə nümunə cümlə ver. Sonra da onu repetition edirəm. Repetition nə idi? Əvvəlki videomu izləmisənsə bilirsən, bilməmisənsə get izlə. Nəysə dostlar, mən bugün 2 saat 17 dəqiqə ilə dayandırıram. Amma 20 dəqiqəlik bir videom var. Bu videonu gəlib yerimdə uzanıb izləyəcəm. Bilmirəm niyə biraz özümü mutsuz hiss edirəm. Ümumiyyətcə video başında nə qədər enerjik davranmağa çalışsam da halım yox idi və heç motivasiyam yox idi bugün. Yəni özümü məcbur eləyərək bu 3 saat oxudum. Amma yaxşı oldu. Heç olmasa yatmaq əvəzinə dərs oxumuş olduq. Ya boş-boş uzanmaq əvəzinə dərs oxumuş oldum. Çünki yatmayacaqdım, telefonla oynayacaqdım. Ona görə məmnunam. Öpürəm hər birinizi. Həll